Bibi, bu nedir? Xeyr ola. Xeyirdir inşallah. Deginən biz də bilək də. Yox, sənə söz deyə bilmərəm, ağzın yırtıqdır. Ha? Bibican, bu ədvaları sənin üçün getirmişəm. Importladım. Atası və əmsi repressiya qurbanı olan, amma buna baxmayaraq ömrünün sonuna qədər heç bir fəxri adı almayan, tamaşaçıların isə həmişə böyük sevgi ilə xatırladığı aktyorlardan biri Tələt Rəhmanov idi. Tələt Rəhmanov 1931-ci ildə Bakının qədim və tarixi məkanlarından biri olan İçəri şəhərdə dünyaya göz açıb. Ailədə 3 uşaq olublar, 2 qardaş və 1 bacı. Onların içində yalnız Tələt Rəhmanov incəsənət yolunu seçmişdi. Hələ uşaqlıqdan teatr və səhnə sənətinə böyük maraq göstərirdi. Onun ailəsinin taleyi isə olduqca ağır və faciəli hadisələrlə dolu idi. Tələt Rəhmanovun əmisi Azərbaycan SSR Nazirlər Soviyeti sədrinin müavini olmuş Hüseyn Rəhmanov xalq düşməni adı ilə repressiya edilərək güllələnmişdi. Bir gün Tələt Rəhmanovun atası Əliağa küçə ilə gedərkən təsadüfən Mir Cəfər Bağırovun avtomobili ilə qarşılaşır.